Qərbi Azərbaycan icmasında Qərbi Azərbaycan, Ağbaba mahalı, Böyük Təpəgöy və Kiçik Təpəgöy kəndlərinin etnoqrafik tarixi kitabının təqdimatı keçirildi. Qərbi Azərbaycan icmasının Amasya rayon icmasının təşkilatçılığı ilə Qərbi Azərbaycan icmasının akt zalında tanınmış Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aslan Əhmədxan oğlu Bayramov və oğlu Asəf Bayramov tərəfindən ərsəyə gətirilmiş Qərbi Azərbaycan, Ağbaba mahalı, Böyük Təpəköy və Kiçik Təpəköy kəndlərinin etnoqrafik tarixi kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə Milli Məclisin deputatı, Qərbi Azərbaycan icmasının sədri Əziz Ələkbərli, Amasya rayonu icmasının sədri akademik Abil Məhərrəmov, Milli Məclisin deputatı Hikmət Babaoğlu, şair, publisist, folklorşünas Avtandil İsrafiloğlu Məmmədov, şair İmran Güllübulaqlı, eləcə də elm, ədəbiyyat və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər kitabın Qərbi Azərbaycanın tarixi-mədəni irsinin, Ağbaba mahalının zəngin etnoqrafiyasının, adət-ənənələrinin, toponimlərinin və kənd həyatının gələcək nəsillərə çatdırılması baxımından mühüm elmi mənbə olduğunu vurğulayıblar. Bildirilib ki, nəşr yalnız Böyük Təpəköy və Kiçik Təpəköy kəndlərinin deyil, ümumilikdə Qərbi Azərbaycanın tarixi yaddaşının qorunmasına və araşdırılmasına dəyərli töhfədir. Təqdimat zamanı müəlliflər kitabın hazırlanma prosesi, istifadə olunan arxiv materialları, elmi mənbələr və uzun illər aparılan tədqiqatlar barədə ətraflı məlumat veriblər. Onlar kitabın doğma yurd yerlərinin tarixi həqiqətlərinin yaşadılması və gələcək nəsillərə çatdırılması məqsədi ilə qələmə alındığını qeyd ediblər. Sonda tədbir iştirakçıları müəllifləri yeni elmi əsərin işıq üzü görməsi münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.